Mən bir dəfə bir nəfər deyildi ki, mənim uşağım ağlayır da, neyniyim, bir dua bilirsiniz, amma uşaq ağlayar da, yəni siz nə istəyirsiniz uşaqdan ümumiyyətlə? Yəni, uşağın ağlamağı da olmalı. Ağlamasa, heç ağlamasa normal uşaq deyil də, vəziyyəti yaxşı deyil də. Bunun üstündə dərd eləmək lazımdır, bunu fikirləşmək lazımdır. O qədər rahatlığa meylənib bəzi analar ki, bunun da bəlasını da çəkir ya bugün cəmiyyətimizdə. O qədər rahatlığa meylənib, bu cür məsələ onları narahat edir. O qədər rahatlığa meylənib ki, oyunu verir, uşaq PUBG oynayır məsələn bütün günü. Özü oturub orada, məsələn, bəzi analara aiddir, kin olsun, amma başım dinc olsun. Amma bu uşaq bir dönəmdən sonra sənin bütün dincliyi əlindən alacaq. Yəni, adamı belə deyək də, tamamilə ömrünü xarab eləyəcək. Mənim düşündüyüm, idarə etmə içində tərbiyə öz yerini tapmalıdır və tərbiyə etmək üçün idarə eləməliyik. Çünki biz balalarımızı bugün başlı başına bıraxsaq, yəni başlı başına zaten buraxa da bilməyəcəyik. Mühit bir tərəf aparacaq, kinolar bir istiqamətə, cizgi filmləri bir istiqamətə, oyunlarımız. Axı bugün uşağın, gəlin bu həqiqətdə, bunu inkar eləməliyik. Oyuncaqlar da dəyişilib hətta. Məsələn, keçən dönəmin uşaqlarının oyuncaqları bəlli idi. Bugünkü uşaqların oyuncaqları iPhone-dur, iPad-dir. Bugünkü uşaqlar bir başqa cür düşünür. Bugün başqa bir nəsil yaranıb, bugün başqa bir çox fərqi var da, yəni keçən uşaqlarla bugün. Məsələn, mövzu bəlkə də belə şahələnə uzaqlaşmayın mövzudan. Məsələn, əvvəllər gedirdilər istirahətə, yeri seçirdilər, yer olaraq mühüm idi də. İndi daha çox yerdən, daha çox o yeri mən necə göstərəcəm? Necə eləyəcəm like, çox qazanım? Daha çox elə bir like nəsli. Belə deyək də, mən nəsli psixologiyada deyirlər. Belə bir nəsil formalaşıb da ona bundan da burada oturub gülüb danışmaqdan daha mühüm. Mən necə bunu göstərəcəm, necə nümayiş etdirəcəm və biraz da bunu qaldırsaq mövzunu. Bugün gənclərimiz xoşbəxt necə olaq, ondan daha çox düşündükləri məsələ biz yalançı xoşbəxtliyimizi necə həqiqət kimi göstərək. Bunun dərd eləyiblər özlərini. Axı sən yalançı xoşbəxtliyi, saxta xoşbəxtliyi həqiqət kimi göstərir, nə qazanırsan? Bir nəfər orada məsələn komment yazır, ay maşallah nə gözəl ailəsiz bitdi, amma sən elə ailə deyilsən də. Elə bir yalanla yaşamağı da xoşlayırıq.